sertifikasiya sınaq toplumumuz yenidən gəldi və gələn kimi demək olar ki, hamısı satılır, bu kitabların hər biri. Çünki elə birinci paylaşdığımız günü müəllimlərimizin əksəriyyəti əldə etdi, digərləri isə növbəti tirajı, növbəti çapatı saxladılar. İndi də onlar üçün gəldi, inşallah həftə sonu, yəni 5-ci gün onlar üçün göndəriləcək. Təxminən bu həftələrin çıxmasına baxmayaraq 200-dən çox müəllim əldə edib və sifarişlərimiz də mövcuddur. İnşallah ki, növbəti həftəyə yenidən gələcək və siz də Bakıdan evlərdən əldə edə bilərsiniz. Rayonlara isə posta göndəriş mümkündür. Həqiqətən də çox bəyəndiyim bir iş oldu bu sertifikasiya sınaq toplusu. Çünki sınaq qruplarının qiyməti fərqli olur müəllimlərdə, amma burada cəmi 14 manata, yəni 20 dənə sınaq əldə edib öz biliklərinizi təkmilləşdirə və yaxud da harda zəif olduqlarınızı, hansı mövzulardan zəif olduğunuzu imtahana kimi təkmilləşdirə bilərsiniz. Burada QR kod da var. Məsələn, bəzi toplularda olur. Təbii ki, bu qaçılmazdır. Cavablarda texniki problemlər olur. Ola bilsin ki, bunda da olar və olarsa QR kod var. Bu QR kod vasitəsilə biz dəyişirik burada. Cavabları, doğru cavabları qeyd edirik. Siz də yoxlayanda artıq arxa hissəsindəki cavablarla yox, QR kodla yoxlayırsınız ki, heç bir texniki problem qarşınıza çıxmasın. Kitabı incələdikdə görmək olur ki, yola vermək üçün hazırlanan bir kitab deyil. Xəritə, sxem, cədvəllərdən geniş istifadə edilir və bilirsiniz ki, müasir sual nümunələri var. Doğru, yanlış sual nümunələri və yaxud da uyğunluq nümunələri. Uyğunluq testlərinə çox önəm verilir. Cədvəllərə çox önəm verilir. Venn diaqramlarına çox önəm verilir. Xəritə bilişlərinə önəm verilir. Yəni, hər tərəfli incəliklə işlənən bir topludur. Və mən düşünürəm ki, bu test toplunu işləyərək, imtahana getsəniz 50+ nəticə toplaya bilərsiniz. Təbii ki, elə olmalıdır ki, burada da səhvlərinizdən nəticə çıxarasınız və onun üzərində çalışasınız. Yəni, burada ortalama neçə bal yığsaz, imtahanda minimum o qədər bal yığacaqsınız. İmtahandan bir səviyyə çətindir. Yəni, imtahandan asan olmayacaq. İmtahan, yəni bu testlərdən nisbətən rahat olması gözlənilir. Suallar mix səviyyəsindən asandır, amma mixlərə də tövsiyə olunur. Çünki burada yeni model suallar və sxemlər, cədvəllər